Bu yaxınlarda səfərdəydiniz. Bu yaxın yox, elə dünən. İki gündür gəlmişik. Bax, Sırağa gün gözəlliyə axşam bax, hamımız həmin səfərdəydik. Gülənə xanım danışsın. gəldik. Nə gözəl bir səfər idi ki, bu günləri Azərbaycanımızın mədəniyyət günləri bütün ölkələrdə keçirilir. Xüsusilə də türk dilli dövlətlərimizdə, bizə qardaş doğma əziz dövlətlərimizdə və Türkmənistana üz tutduq. Mədəniyyət Nazirliyimizlə mədəniyyət günlərinə Hazırda çox gözəl görüntülər də sənətkarlarla birgə çox şad olduq, məmnun olduq ki, Türkmənistan səhnələrini Azərbaycan musiqiləri bəzədi. Bizim bütün Azərbaycanın milli irsi olan hər şeylərdə orada təqdim olundu. Mətbəximiz, xalçalarımız, geyimlərimiz, muzeylərimiz, hər bir şey Azərbaycanı təmsil edən hər bir şey bu mədəniyyət günlərində öz əksini tapdı. Biz Mədəniyyət Nazirimizə hörmətli cənab Adil Kərimova öz təşəkkürlərimizi, sevgilərimizi bildiririk. Orada bizim hamımızın qayğısını çəkən, yorulmadan, hamıya cavab verən Mənzər xanım o qədər əziyyət çəkdi ki, ora-bura hamımızın diqqət eləyirdi geyiminə, ifamıza, orada çıxışda hər bir şeyə, bütün kollektiv bir sözlə Mədəniyyət Nazirliyinin bütün heyətinə nazirimiz başda olmaqla təşəkkür eləyirik. Hamımız şad idi, xoşbəxt idi ki, Türkmənistandayıq. Çünki Türkmənistan bizə doğma qardaş ölkəmizdir. Bir neçə aylar öncə də Türkmənistandan Azərbaycanda mədəniyyət günləri keçirildiyi üçün gözəl sənətkarlar gəldi və toxmaçılar dans qrupu, bir çox müğənnilər başda Türkmənistanın xalq artisti qəhrəmanı, gözəl ustad sənətkarı Camal Safarova olmaqla böyük bir konsert proqramlarına çıxış etdilər. Onlar da Azərbaycan səhnələrini bəzədilər. Bu bizim qardaşlığımız, dostluğumuz kökdən, candan, qandan bir-birinə bağlı olan bu istək, sevgi bu günləri zirvədədir. Təbii ki, bu birliyimizi yaşadan, zirvəyə qaldıran bugün bizim hörmətli qardaş olan dövlət başçılarımızdır. Həm Türkmənistanın milli lideri, onlar da arxadaq deyirlər. Dövlət başçısına milli lideri arxadağı cənab Qurbanqulu Berdimuxammedov, onun evladı olan layiqli davamçısı, arxadaqlı sərdarı cənab Sərdar Berdimuxammedov və biz hər zaman yenə də fəxr elədiyimiz dövlət başçımız, cənab prezidentimiz İlham Əliyevin dostluğu, qardaşlığı sayəsində biz bilirik ki, bizim dövlətlərimiz daim zirvədədir. Bu daha da inkişaf edir. Dövlətlərimizin başçılarına buradan sevgi, minnətdarlıq hissi ilə demək istəyirik ki, biz fəxr eləyirik ki, sizin ətrafınızda birləşmişik vətəndaş olaraq. Görüntülərə baxaq. Çox gözəl idi, çox möhtəşəm bir səfər idi bu dəfəki səfərimiz. Mən sadəcə 3-cü dəfə idi ki, Türkmənistanda olurdum. Amma bu dəfəki səfər mədəniyyət günləri xüsusi bir əhəmiyyət daşıyırdı və o qədər yəni Azərbaycan adına qürur verici idi. Ölkə prezidentimizin və Mədəniyyət Nazirliyimizin yəni rəhbərliyində
bu elə bir gözəl proqram, elə bir gözəl tərtibat hazırlanmışdı ki, yəni bütöv bir Azərbaycanı təmsil edirdik biz orada və bu bizim üçün də yenə xüsusilə bir qürur verici idi və ifa etdiyimiz nəğmələr də biz türkmən mahnıları da ifa etdik və təbiidir ki, Azərbaycan mahnıları, Azərbaycan türkmən tamaşaçılarına təqdim etdik və hər birimizin çıxışı, Teyyub müəllimin çıxışı və orada elə bir gözəl qrup seçim vardı, çox maraqlı bir dəstə yəni getmişdik. İstər estrada olsun, istər və xüsusilə mən qeyd etmək istəyirəm burada rəqs ansamblımızı, Azərbaycan Dövlət Rəqs Ansamblı Rüfət Xəylinin rəhbərliyində çox böyük bir proqramla, çox gözəl bir xüsusi bir konsert proqramı ilə getmişdilər və çox maraqlı bir proqram təqdim etdilər və bizə deyirdilər ki, yəni Türkmən tərəfindən olan rəhbərlər, başqa uzaq şəhərlərdən bura tamaşaçılar gəlibdir. Məhz sizi seyr etmək üçün, sizi görmək üçün və bu da əlbəttə ki, Azərbaycan adına çox qürur verici idi. Mən yenə də Mədəniyyət Nazirliyimizə, başda Adil müəllim Kərimli olmaqla, bütün əməkdaşlarına, Mənzər xanıma və orada əmək keçən Nəsibə xanıma, bütün əməkdaşlara öz təşəkkürümü bildirmək istəyirəm. Biz orada bir ailə kimi olduq. Bu neçə gün ərzində bir yumruq kimi Azərbaycan adına çalışdıq və Azərbaycan mədəniyyətini, Azərbaycan musiqisini, incəsənətini çox böyük bir kontekstdə təqdim elədik orada və əlbəttə ki, Türk dünyası adına bu çox böyük bir uğur idi və bu dəfəki səfərimiz Türkmənistana idi və Türkün başlanğıcı olan Türkmənistan çox maraqlı bir şəhər idi və bizi heyran etdi öz gözəlliyi ilə, təmizliyi ilə, insanların mehribanlığı ilə, sevgisi ilə və bir daha Türkün böyüklüyünü, bir daha Turanın böyüklüyünü o ölkələrə getdikdə hiss edirsən. Mən bir neçə gün ondan öncə də Özbəkistanda olmuşdum və Türk xalqlarının bir-birinə nə qədər köklərlə bağlı olduğunu, nə qədər onların bizə, Azərbaycan olaraq bizə çox böyük sevgisini bir daha şahid oluruq və bu da çox qürur vericidir və bütün bunları yaradan ölkə prezidentimizə, ölkə başçımıza xüsusi təşəkkürümüzü bildiririk və var olun, dünya durduqca durun və Turanın yaranmasının da elə təşkilatçısı, ilham vericisi ölkə başçımızdır və bir daha da buna görə təşəkkürümüzü bildiririk ölkə başçımıza, Azərbaycan xalqı adından, Azərbaycan sənətkarları adından. Adından təşəkkür edirik. Sənətimizə, mədəniyyətimizə, incəsənətimizə, bütün sahələr kimi çox böyük diqqət yetirir, qayğısı var, sevgisi var. Biz fəxr edirik hər dəfədə dövlət tədbirlərində cənab prezidentimizin bizə olan o sevgisini görürük, sənətimizə dəyərini görürük. Ona görə Allah başımızdan əskik etməsin, var olaq, çünki onun sayəsində biz qalib ölkənin qalib evlatları olaraq fəxr edirik. Səfərlə bağlı siz də danışardınız, Teyyub müəllim. Valla səfərlə Teyyub müəllimə imkan bağlı... vermədim. Estağfurullah. Nə lazımdır danışdı Gülüstan xanım, Gülyana xanım. Mən onu deyim ki, mən sözün açığı birinci dəfə, ilk dəfə idi ki, Türkmənistanda olurdum. Mənə çox xoş gəldi, ümumiyyətlə şəhər özü, şəhərin təmizliyi, yolların genişliyi, binaların nə bilim belə bəmbəyaz, hara baxsan möhtəşəmdir, bəmbəyazdır. Qaldı ki, konsert də oradan da möhtəşəm proqram idi. Mən də təşəkkür edirəm Nazirliyin bütün əməkdaşlarına. Səsi açaq bir dənə zəhmət olmasa. Yəni, baxın, gördüyünüz bizdən əvvəl, bizdən başqa da yəni orada solistlər var idi. Mən çox istəyirəm dostlarımız da onların da adını çəkeyim. Xalq artisti Azər Zeynalov oradaydı, xalq artisti Faiq Ağayev oradaydı. Bizim gözəl opera müğənnimiz, vokalçı, gözəl soprano səsi olan Fatimə
Fatimə xanım orada idi, sonra caz ifaçısı Samirə xanım orada idi, gənclər orada idi, aşıqlarımız var idi, Bəli. bizim universitetin tələbələri. Hamısını, bəli, Dövlət Rəqs Ansamblı başda bizim dostumuz, xalq artisti Rüfət Xəlilzadə olmaqla. Yəni kollektiv o qədər gözəl idi, mehriban idi. Yəni hamımız elə bir ki bir nöqtəyə döyürdük və sözsüz ki o yerdə ki türk dövlətləri var. Mənim bir parça şeir yadıma düşür. Tələsməyin, təntiməyin, çaşmayın, yerli yersiz həddinizi aşmayın, qazan gəlib qaynamamış daşmayın, yoldaşımız səbir, dözüm olacaq, dostlarım. Bu gün sabah dünya türkün olacaq. Və deməli açılış o qədər möhtəşəm oldu ki, bağlanışla eyni ilə möhtəşəm oldu və həm də orada deməli bircə Bahəm konsert biz izləməyə də getdik, həm çıxışları oldu, Bahəm Azərbaycan və Türkmənistan dostluğu konserti, sirk şou göstərildi orada, möhtəşəm bir atların belə deyək, atların çıxışı, belə deyək. Hamımız gözəl, təəccüblə, gözəl, maraqla izlədik və bağlanış mərasimində mən mütləq qeyd eləmək istəyirəm. Mən bizim gözəl Azərbaycanımızın modeli Gülnara xanım Xəlilovanın geyim modası ilə çıxdım, gözəl geyimi ilə ki, bəli, bu da mənə bir həm qürur verdi ki, həm orada təqdim olundu geyimlərimiz, həm də öz libasımla açılışda və Gülnara xanım geyimi ilə də büyük bəzənmək oldu orada. Bəli, sizin kimi sənətkarlar oradaydısa, başqa cür də ola bilməzdi.